Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslər işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmini müəyyənləşib. Yeni qaydalara əsasən müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov bildirir ki, əvvəlki dövrdə bu sayədə müxtəlif hallarda qeyri-müəyyənlik yarana bilirdi. Qərara əsasən xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək. Yeni qaydalara əsasən hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla başqa əsaslarla azad edilən şəxslərə 2 aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Başqa sözlə, əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda 5 aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə 2 aylıq müavinətlə təmin olunacaqlar. Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək. Qeyd eləyək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericiliyi əsasında tənzimlənir.